salırıq. Aha, diqqətimi nə cəlb etdi? Yəni buzovlar fərdi şəkildə saxlanılır. Bəli. Yəni onlar nə üçün fərdi şəkildə saxlanılır? Yəni xəstəliklərdən qorunmaq üçünmü? Bizovun birinci 10 günü çox vacib bir gündür. Həmin gündə biz bizovu gətirib individual yeşiklərdə ona görə saxlayırıq ki, kənar ola biləcək təhlükənin qarşısını almaqdan ötürü. Ola bilsin ki, immuniteti zəif olar, bakterial nəsə bir xəstəlik keçər və onun qarşısını ala bilmərik. Bu bizovlar ilk dövrdə diareyaya düşür, sonra o çevrilir pnevmoniyaya. Bu kimi xəstəliklərin qarşısını almaqdan ötürü, sırf nəzarət eləməkdən ötürü biz onu 15 gün qutuda saxlayırıq ki, izolyasiya olunmuş olsun kənardan. Bəs bu heyvanlar damazlıq heyvan kimi satışa çıxarlar, yoxsa məhz elə ferma daxilində saxlanılır? Bizim təsərrüfatda olan satışımız erkək bizovları satırıq. Ətlik olaraq yerli fermerlər gəlirlər, bizə müraciət edirlər. Biz onlara həmin erkək bizovlar satışını həyata keçirdirik. Geri qalan dişi bizovları özümüz saxlayırıq. Təsərrüfatın rentabelliyi işləməyinə ötürü biz onun restavrasiyasını edirik həmin bizovlarla.